Rusiyanın uçsuz-bucaqsız bölgəsində böyük və geniş bir çuxur tapılır. Murmansk vilayətində yerləşən Kalo yarımadasında. Buna Kalo çuxuru da deyilirdi. Bu çuxurun illər əvvəl dünyaya düşən meteoritdən yoxsa yeraltı təkanlardanmı yarandığı məlum deyildi. Həm çuxurun necə peyda olduğu, həm də yerin daha dərinlərinə enərək onun necə yarandığını öyrənmək üçün geoloqlardan ibarət bir qrup elm adamlarına təlimat verilir. Çuxur olduqca dərin idi və dünyanın yaranması haqqında yetərincə detallı məlumat əldə etmək olardı. Buna görə də geoloqlar ərazidə daha dərin quyu qazmağa qərar verir. Quyu 1989-cu ildə 12262 metrəyə qədər qazılır. Layihə çərçivəsində planda olan dərinlik 15000 metrə idi. 1983-cü ildə çuxuru 12000 metr qazıldıqdan sonra işlər bir müddət təxirə salınır. 27 sentyabr 1984-cü ildə qrup yenidən işə başlayır və 12262 metr dərinliyə enirlər. Lakin bu dərinlikdə 100 dərəcə istilik gözlənilsə də nəticədə 180 dərəcə istiliklə qarşılaşırlar. İşlərin ağırlığına görə layihə 1992-ci ildə dayandırılır. Layihə davam etdiyi müddətdə əlavə kanallar da açılmışdı. Lakin bunlardan ən dərini 12262 metr olan SG3 çuxuru idi. Rəsmi qeydlərdə olan məlumatlarda yalnız bu qədər açıqlanmışdı. Lakin reallıq tamamilə fərqli idi. Daha sonra bu iş üçün nəhəng direlə bənzəyən cihaz çuxura yerləşdirilir və qazıntı işləri yenidən başlayır. Təxminən 50 sm genişliyində olan dəlikdən qazıldıqca çıxan torpaq, qaya parçaları, minerallar laboratoriyada araşdırılır və müxtəlif qeydlər aparılırdı. Uzun işlərdən sonra quyunun dərinliyi artıq 12 kilometrə çatmışdı. Bundan sonra biraz da dərinə getmək istəyən elm adamları direlin uc hissəsinin inanılmaz formada fırlandığını hiss edirlər. Elm adamları və texniklər nə baş verdiyini anlaya bilmirdilər. Onlar yerin altında yerləşən mağaralardan birini dəldiklərini düşünürdülər. Başqa bir qrup isə dünyanın mərkəzində olduqlarını hesab edirdi. Hər bir halda direl boş-boşuna fırlanırdı. Çünki deşəcək və dərinə gedəcək yer yox idi. Cihaz yerindən çıxarılır və qazılan yerdə bəzi araşdırmalar aparılır. Həmin vaxtda dəlikdən istilik və bəzi uğultular gəlməyə başlayır. Bütün qruplar maraqla növbəti mərhələni gözləyirdi. İlk növbədə isə oradakı istilik dərəcəsi ölçüləcəkdi. Yerin mərkəzinə yaxınlaşdıqca yüksək hərarət gözlənirdi. Lakin qrup şok bir nəticə ilə qarşılaşır. İstiliyi gözlənilən dərəcədən daha çox, yəni 1200 dərəcə olduğunu göstərirdi. Cihazın işləmədiyini düşünərək başqa bir cihazla yoxlayırlar. Lakin nəticə eyni olaraq qalmışdı. Bəziləri bu layihəni dayandırmağı desə də artıq çox gec idi. Çünki elmi maraqlar hər şeydən üstün gəlirdi. Qrupda üzv olan Dmitri Azzakov dünyada tanınmış şəxslərdən biri idi. Dmitri Azzakov açıqlamasında belə deyir: "Birdən-birə direl sanki boşluqdamış kimi fırlanmağa başladı. Bu mağaraya ya da ki bir boşluğa çatdığımızı göstərirdi. Termometrlər 1200 dərəcəni göstərirdi. Bu gözlədiyimizdən daha çox isti idi. Sanki dünyanın mərkəzində cəhənnəm alovu yanırdı." Azzakov qazıntı işlərinin dayandırılmasını və istiyə dayanıqlı kabellər istəyir. Kabellərə kosmik gəmidə istifadə olunan həssas mikrofonlardan yerləşdirərək quyuya salırlar. Bir saat sonra qrup üzvləri hər kəsi qorxuya salan səslər eşitməyə başlayır. Quyudan insan qışqırıqlarına bənzər səslər eşidilirdi. Azzakov yenə açıqlamasında belə deyir: "Mikrofonu daha da dərinə indirdik və sadəcə əzab içində qıvrılan insan səsindən başqa heç nə eşitmədik. Əvvəlcə bu səsin ekipajdan birinə aid olduğunu düşündük. Lakin lazımi işlərdən sonra şübhələrimiz düzgün çıxdı. Qışqırıqlar təkcə bir insana aid değildi. Sanki milyonlarla insan eyni vaxtda qışqırırdı." Bu hadisədən sonra elm adamları layihəyə davam etməkdən çəkinirlər. Azzakov baş verənlərdən çox qorxmuşdu, amma hadisələri açıqlamaq da onun işi idi. Ona görə də kosmik mərkəzdən istiyə dözümlü kamera gətirmələrini istəyir. Azzakov dəyərli elm adamı olduğu üçün kosmik kameranı 3 gün ərzində helikopter ilə ona çatdırılır. Kamerada eyni formada quyudan aşağı salınır. Azzakov və kosmik mərkəzdən gələn mühəndisin imzaladığı hesabata görə kamera dəhşətli görüntülər qeydə almışdı. Video qeydlərdə qayaların üzərində titrəyən və fırlanan insan fiqurları görünürdü. Hər dəqiqədən bir fırlanan insan fiqurlarının aralarından parlaq işıqlar keçirdi. İnsanı narahat edən bu görüntülərin sadəcə 3 dəqiqəsi lent alınmışdı. Çünki kamera xarab olub və mikrofon ərimişdi.
Cəhənnəmdən gələn səs müzakirələri bir çox sualları da özü ilə bərabər gətirmişdi. Həm din, həm də elm adamları bu sualın cavabını bu günə qədər axtarırlar. Rusiya elm adamları səslərin gerçək olduğunu açıqlamış və elm olaraq bu təsdiqlənmişdir. Əgər bu belədirsə, səslər hansısa təbii hadisəyə, yoxsa həqiqətən insanlara aiddir. Bir çox ilahiyyatçı və akademiklər bu hadisə ilə bağlı bir çox fikirlər irəli sürmüşdür. Bəziləri bunun yer altında olan maqma səsi olduğunu desə də, bəziləri isə bunun cinlərə aid olduğunu ehtimal edirlər. Ortaq nəticəyə görə bu səslər keçmişdə baş verən fəlakətlərdə həlak olan insanlara aid olduğu qənaətə gəlinib. Çünki kainatda heç bir səs itmir və varlığı davam edir. Bu yolla da həmin səsləri yenidən dinləmək mümkün olur.